Məlumat verdiyimiz kimi aprelin 27-də İran prezidenti Məsud Pezeşkiyan Azərbaycana səfər edəcək. Bəzi ekspertlər bu səfərin hər iki tərəf üçün faydalı olacağını düşünür. Ancaq belə həssas bir dönəmdə İran prezidenti Məsud Pezeşkiyanın hökumətin toplantısında səsləndirdiyi fikir birmənalı qarşılanmayıb. Belə ki, hökumətin son iclasında İran və Azərbaycan xalqları arasında qədim ortaq tarixə və mədəni ortaq cəhətlərə toxunaraq bildirib ki, Azərbaycan və İran bir bədənin hissələridir. Bu fikirlər hansı mənada səsləndirilib? Digər doğrudan da Pezeşkiyan bu fikirlərini dostluq, mehribanlıq mənasında səsləndiribsə, bu o qədər də səmimi görünmür. Çünki son 35 ildə rəsmi Tehran heç vaxt Azərbaycana qarşı səmimi olmayıb. 30 illik işğal dövründə Azərbaycan yeraltı və yerüstü sərvətlərinin dağıdılmasında İran vətəndaşları ermənilərdən az pay sahibi deyirlər. Hətta qəbirləri açıb, qızıl diş axtaran ermənilərə texniki dəstək göstərənlər də bu ölkənin vətəndaşları olub. Ən əsası 30 il müddətdə İran Ermənistan üçün əsas tranzit ölkə olub. İran üzərindən Ermənistana başqa məhsullarla yanaşı hərbi texnika və sursat daşınıb. Ən pisi də odur ki, 44 günlük müharibədə Ermənistana ən çox dəstək verən İran oldu. Hətta Gürcüstan Ermənistan silah daşımasının qarşısını almaq üçün hava və yerüstü nəqliyyat dəhlizlərini qapatdı. Ancaq İran son anadək ermənilərə hər cür dəstəyi göstərdi. Çox təəssüf ki, İran üzərindən Ermənistana silah daşıması bugün də davam edir. Bugün İran Ermənistan üçün nicat yoludur. Bundan əlavə İran mediası bugün də Azərbaycanla bağlı nifrət və etnik zəmində münaqişə mövzusunda təbliğat aparır. Səfirliyimizə hücum nifrətin pik həddi idi. Azərbaycana qarşı bəslənilən nifrətin daha bir təcəssümünü 27 yanvar 2023 tarixdə gördük. Həmin tarixdə Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı törədildi. Avtomatla silahlanmış Yasin Hüseynzadənin törətdiyi terror aktı nəticəsində səfirliyin bir diplomatı şəhid olub, 2 diplomatı isə yaralanıb. Ancaq rəsmi Tehran baş verənlər üçün nəinki Azərbaycandan üzr istəmədi, əksinə qatili efirlərə çıxardıb, onun psixi xəstə olduğu fonunu yaratmağa çalışdı. Ən əsası bu qatilin Azərbaycan təhvil verilməsindən boyun qaçırıldı. Üstəlik onun mühakiməsi müxtəlif bəhanələrlə 2 il uzadıldı. Nəhayət Azərbaycanın təzyiqləri fonunda səfirliyə hücum edən şəxsin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən bu ilin yanvarında təsdiqləndi. Ona görə də Pezeşkiyanın Azərbaycanla İranın bir bədənin hissələri olması fikri o qədər də səmimi və inandırıcı görünmür. Ən yaxşı halda bu fikirlərin İranın rəsmi mövqeyi kimi görünmür. Burada ikinci və çox qorxulu niyyət də ola bilər. Rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısa da bunu əməli fəaliyyətdə çox nadir hallarda göstərib. Bugün əksər İran rəsmiləri çıxışlarında Azərbaycan dövləti yox, Bakı dövləti ifadəsini işlədirlər. Halbuki Bakı adlı bir dövlət yoxdur. İran rəsmilərinin belə bir ifadə işlətmələrinin kökündə fars şovinizmi dayanır. Səbəbi odur ki, fars millətçiləri heç vaxt Azərbaycan dövlətçiliyini qəbul etməyiblər və bugün də öz fikirlərində qalırlar. Onlar Azərbaycan ərazisini İranın tarixi torpaqları hesab edirlər. İmkan düşdükcə də bunu rəsmiyyətə daşımaq istəyirlər. Ona görə də Pezeşkiyanın son fikirləri daha çox bu yöndə yoxsulur ki, rəsmi Tehran Azərbaycanı hələ də İranın bir parçası kimi təsəvvür edir. Bu isə olduqca qorxulu və şovinist bir iddiadır. Bu iddia təkcə iki ölkə arasında münasibətlərə kölgə salmır, həm də gələcək üçün qorxulu zəmin yaradır. Bir daha xatırladırır ki, yaxın günlərdə İran prezidenti Azərbaycana səfərə gələcək. Bu səfərdən əldə olunan nəticələr yəqin ki, Pezeşkiyanın fikirlərinə daha aydın işıq salacaq.